Dünya tarixinin ən mühüm hadisələrindən biri bildiyimiz kimi 2-ci Dünya müharibəsidir. 2-ci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-dən başlamış, 1945-ci il sentyabrın 2-sində başa çatmışdı. Təbii ki, bu müharibənin səbəbləri və hər tərəfin özünə aid olan məqsədləri var idi. Bu müharibənin səbəblərində başlıca növbədə nüfuz dairələri uğrunda mübarizə deyə bilərik. Çünki 1929-cu ildən etibarən başlamış dünya iqtisadi böhranı nəticəsində 30-cu illərdə dövlətlərdə iqtisadi böhran yaşanırdı və bu iqtisadi böhran dövlətlərin xammal mənbələri və nüfuz dairələri mübarizəsini daha da kəskinləşdirmişdi. Eyni zamanda liberal demokratik dövlətlərin faşizm və kommunizm rejimlərini qarşı-qarşıya gətirərək zəiflətmək siyasəti, xüsusən İngiltərə və Fransanın siyasəti bu istiqamətdə idi. Faşizm və kommunizmi qarşı-qarşıya gətirmək və onları zəiflətmək. Xüsusən də burada rəhbər dövlətlər Almaniya və SSR-ni qarşı-qarşıya gətirib zəiflətmək siyasəti yürüdürdülər. Halbuki müharibə başlamamışdan bir ay öncə, yəni avqust ayında o iki tərəf arasında müqavilə imzalandı. Molotov-Ribbentrop paktı və tərəflər bir-birinə hücum etməmək haqqında razılaşmaya gəlmişdilər. Həmçinin bu onu göstərir ki, SSR də faşizm təhlükəsini düzgün qiymətləndirmədi. Çünki SSR ilə Almaniya arasında imzalanmış Molotov-Ribbentrop paktına görə SSR-yə təminat verilmişdi ki, ona yürüş olunmayacaq, amma 1941-ci ildə Almaniya şərqə, yəni SSR tərəfə yönələrək hücum əməliyyatlarını SSR istiqamətində başlatmışdı. Bu onu göstərir ki, SSR faşizm təhlükəsini düzgün qiymətləndirməmişdi. Tərəflərin məqsədinə gəldikdə isə deməli Almaniya, İtaliya və Yaponiya bu əsas üçlük bu üç dövlətdir. Üçlük deyək paktı bu üç dövlət arasında imzalanmışdı və bu üç dövlətin üçündə də qisasçılıq meylləri var idi. Qisasçılıq meyllərinin olmasının səbəbi isə 1-ci Dünya müharibəsindən sonra keçirilən Versal-Vaşinqton sistemində həmin dövlətlərin oradan çıxan qərarlardan narazı qalması idi. Həmçinin digər dövlətlər, SSR, ABŞ, Böyük Britaniya, Fransa, onlar isə mövqelərini gücləndirməyə çalışırdılar. SSR xüsusən uzaq şərqdə öz nüfuzunu daha da gücləndirməyə çalışırdı. İkinci Dünya müharibəsi necə başladı? 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başladı və qısa müddətdə ildırım sürətli müharibə strategiyası, yəni qurudan və havadan eyni anda sürətli hücum nəticəsində qısa müddətdə Polşa işğal olundu. Amma Polşanın hamısını yox, Polşanın bu hücumlar nəticəsində qərb hissəsi tutuldu. Niyə? Çünki 1939-cu il avqustunda imzalanmış Molotov-Ribbentrop paktına görə Polşa, SSR və Almaniya arasında bölüşdürülməli idi və ona görə də Almaniya, Hitler bu hücum nəticəsində Polşanın qərb hissəsini tutdu. SSR isə hücum edərək şərq hissəsini, Polşanın şərq hissəsini ələ keçirdilər. Böyük Britaniya və Fransa isə Almaniya müharibə elan etdi 1939-cu ildə. 1939-cu ilin sentyabrında deməli dostluq və sərhədlər haqqında müqavilə imzalandı Almaniya ilə SSR arasında. Bu müqaviləyə görə Polşa tərəflər arasında bölüşdürüldü və Polşanın şərq hissəsi SSR-in işğal altına düşdü, qərb hissəsi isə Almaniyanın. Burada diqqətli olmaq lazımdır. Molotov-Ribbentrop paktında Polşanın bölüşdürülməsi qərara alınmışdı, amma dostluq və sərhədlər haqqında müqaviləyə görə isə bölüşdürüldü, yəni icra olundu. Bu müqavilədə həmçinin Şərqi Avropada tərəflərin nüfuz dairəsinə bölünməsi və bir-bir nüfuz dairəsini tanıması da yer almışdı. İkinci Dünya müharibəsinin əvvəllərində yaşamış hadisələrdən biri də qış müharibəsi adlanan müharibədir. Qış müharibəsi nədir? SSR-nin Finlandiyaya hücumudur. Qış müharibəsi 1939-cu ilin noyabrında başlamış və 1940-cı ilin martında başa çatmışdır. SSR-nin Finlandiya hücumları nəticəsində əsas hədəf Finlandiyanı işğal etmək idi, amma Baltik kiçik ərazilər tutsa da Finlandiya öz müstəqilliyini qorudu və qış müharibəsi SSR-nin uğursuzluğu deməkdir artıq, orada məqsədinə çata bilmədi. Bu müharibənin başlanmasının SSR-yə deməli vurduğu digər bir zərbə var. Bu da nədən ibarətdir? 1939-cu il noyabrında
Finlandiya hücuma keçdiyi üçün Millətlər Cəmiyyəti bunu təcavüzkar siyasət olaraq dəyərləndirdi və bu hücumdan dolayı Millətlər Cəmiyyətindən çıxarıldı. SSR-nin Millətlər Cəmiyyətindən çıxarılma səbəbi təcavüzkar siyasət yeridi Finlandiyaya hücum etməsidir. Millətlər Cəmiyyətində o 1934-cü ildə daxil olmuşdu. Deməli, onun Millətlər Cəmiyyətindəki fəaliyyəti 1934-1939-cu illər aralığındadır. 39-cu ildə təcavüzkar siyasət yeridi üçün Millətlər Cəmiyyətindən çıxarıldı. Bu onun Yaponiya ilə oxşar cəhəti ola bilər. Çünki Yaponiyada 1933-cü ildə təcavüzkar siyasət yeridi üçün qovulmuşdu. Çünki Çinin şimal hissəsini, Mancuriyanı işğal etmişdi. İkinci Dünya müharibəsinin anlayışlarından biri də qəribə müharibə adlanan dövrdür. Qəribə müharibə 1939-1940-cı illərə əhatə edir. Niyə qəribə deyilir bu dövrə? Çünki Fransa və Böyük Britaniya bayaq dediyim kimi 39-cu ildə Almaniya müharibə elan etsələr də aktiv fəal hərbi əməliyyatlar aparmadı. Qəribə adlanmasının da səbəbi budur. O vaxta qədər ki, Almaniya qərbdə Fransaya qarşı hərbi əməliyyatlara başladı. Ondan sonra artıq tərəflər Almaniyaya qarşı müharibəyə başladılar fəal şəkildə. Ona görə də onların Almaniyaya qarşı fəal mübarizə aparmadığı dövrə qəribə müharibə deyilir. Almaniya artıq şərqdə Polşanın qərbini tutduqdan sonra istiqaməti deməli yönləndirdi qərb işğallarını, şimal və qərb istiqamətli işğallara başladı. 1940-cı ilin aprelində Danimarka və Norveç işğal olundu. Danimarka və Norveçin işğal olmasının əhəmiyyəti nə idi? Şimal sərhədlərinin təhlükəsizliyini təmin etdi. Almaniya bu işğallarla şimal sərhədlərinin təhlükəsizliyini təmin etmiş oldu. Eyni zamanda 1940-cı ilin mayında Hollandiya və Belçika işğal olundu və növbədə təbii ki, hədəf Fransa ərazisi olmuşdu. Almaniyanın Fransaya hücumu 1940-cı ildə Hollandiya Belçikanın işğalından sonra Fransaya hücum etdi. Bu dövrdə Dünkerk möcüzəsi deyilən bir hadisə olub 1940-cı ildə. Dünkerk möcüzəsi nədir? Deməli, Hitler Dünkerk ərazisində İngilis-Fransız ordusunu mühasirəyə alsa da, bu mühasirəni dayandırır və həmin hərbi hissələrin mühasirədən çıxmasına şərait yaradır. Bunun möcüzə adlanması İngilis-Fransız tərəfi üçün möcüzə idi bu. Çünki Hitler ordusu, Alman ordusu həmin qüvvələri orada məhv edib silahlarını ələ keçirə bilərdi. Amma onların mühasirədən çıxmasına şərait yaratdı. Sual ortaya çıxır ki, Hitlerin burada məqsədi nədir? İngilis-Fransız ordusunun mühasirədən çıxmasına şərait yaratmasında Hitler Almaniya, Böyük Britaniyanı deməli öz tərəfinə çəkməyi düşünürdü. Yəni fikirləşirdi ki, İngiltərə Almaniyaya yaxınlaşması baş verə bilər və bu müharibədə İngiltərəni öz tərəfinə, Böyük Britaniyanı öz tərəfinə çəkə bilər. Ona görə də buna şərait yaratmışdı. Bu hadisə Dünkerk möcüzəsi adlanır. 40-cı ilin mayında Fransa istiqamətində hücuma keçildi və Maginot müdafiə xətti, Fransa müdafiə xətti qısa müddətdə yarıldı və Fransa işğal olundu. Fransa işğal olunduqdan sonra Fransanın şimal hissəsi Paris daxil Almaniyaya birləşdirildi, amma Fransanın cənubunda Vichy hökuməti yaradıldı. Mərkəzi Vichy şəhəri olduğu üçün belə adlanır. Vichy hökumətini faşistlərin lideri, Fransadakı faşistlərin lideri Marshal Pétain idarə edirdi və faşist hökuməti quruldu. Əlbəttə bu Vichy hökuməti Almaniyanın təsiri altındaydı, amma Fransanın şimal hissəsi Paris daxil birbaşa Almaniya ərazisinə birləşdirildi. Cənubda isə faşistlərin hakimiyyətdə olduğu Vichy hökuməti yaradıldı. İndi isə xəritədə baxırıq həmin işğallara. Deməli, Almaniya Polşaya hücumu ilə müharibə başladı və SSR də Polşaya hücum etdi. Polşanı burada gördüyümüz kimi bölüşdürdülər. Qərb hissəsi Almaniya, şərq hissəsi isə SSR-in işğal altına düşdü. Bundan sonra deməli Almaniya 1940-cı il, yəni şərqdə hərbi əməliyyatları dayandırdı Almaniya və qərb hissədə, şimal və qərb hissədə hücumlara keçdi 1940-cı ildə. Burada gördüyümüz kimi Danimarka və Norveç işğal olundu şimalda və şimal sərhədlərinin təhlükəsizliyini təmin etmiş oldu. Eyni zamanda Hollandiya və Belçika əraziləri işğal olunaraq may ayında işğal olundu. Daha sonra isə Fransaya hücuma keçildi. Fransanın hücuma keçildikdən sonra burada gördüyümüz kimi Fransanın şimalı Almaniya birləşdirildi.
Cənubunda isə Vichy hökuməti yaradıldı. Fransanın cənubu və şimalı bu xəritədə də ayrılıb. İngiltərə isə hücumları nəticəsiz qalmışdı və İngiltərəni işğal edə bilməyəndikdən sonra hücumu şərqə, SSR-yə doğru yönəltmişdi Almaniya. Burada digər ərazilərə baxsaq, deməli SSR Finlandiya hücumu nəticəsində Finlandiyanın qış müharibəsi tuta bilməmişdi, amma Baltikiyanı ərazilərin bir hissəsini ələ keçirə bilmişdi. Burada baxırıq 1940-cı il qış müharibəsindən sonra Litviya, Latviya və Estoniyanı işğal etdi. Eyni zamanda Bessarabiyanı Rumıniyadan aldı. Bessarabiya bu ərazidir və nəyə nail oldu? Vaxtı ilə 1917-ci ilə qədər ki, Rusiya imperiyasının qərb sərhədlərini bununla da bərpa etmiş oldu Rusiya. Bu işğallar nəticəsində bu qış müharibəsinin tərkib hissəsi deyil. Qış müharibəsindən sonra bu əraziləri işğal edərək keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etmiş oldu. Almaniyanın İngiltərə hücumları Fransanı işğal etdi, parçaladı. Daha sonra isə qərbdə əsas hədəf İngiltərə idi. İngiltərə azad dünyanın son qalası adlandırılırdı və bu mənada İngiltərə müqaviməti əhəmiyyətli rol oynayırdı. İngiltərəyə Hitler Alman ordusu havadan və dənizdən hücum edib və hər iki deməli hücumları uğursuz olub. Çünki havadan hücum etdiyi zaman radarlar, İngilis elm adamları radarları kəşf etmişdilər və radarların köməyi ilə hava hücumundan qorunurlar. Eyni zamanda dənizdən də donanma amili mühüm rol oynayır. Çünki İngilis donanması güclüdür və havadan və dənizdən hücumları uğursuz olur. Bu deməli məğlubiyyət Almaniyanın ilk strateji məğlubiyyəti hesab olunur. Bir var ilk strateji məğlubiyyət, bu İngiltərə hücumlardır. Bir də var ilk strateji xəta. Bu Dünkerk möcüzəsidir. İlk strateji xəta adlandırılan hadisə Dünkerk möcüzəsidir. Deməli o mühasirəyə alsa da onların mühasirədən çıxmasına şərait yaratmışdı Hitler, İngilis-Fransız qoşununun. Bu ilk strateji xətadır, amma ilk strateji məğlubiyyət İngiltərə 40-41-ci illərdə etdiyi hücumların uğursuzluqla nəticələnməsi olub. İngiltərədə isə mühacir hökumətlər yerləşmişdi. Mühacir hökumət nədir? Deməli SSR-nin və eyni zamanda Almaniyanın işğal etdiyi ərazilərdə olan hökumətlər İngiltərəyə gedərək orada fəaliyyət göstərirdi. İşğal etdiyi ölkələrin hökumətləri həmin İngiltərədə fəaliyyətini davam etdirirdi. SSR-nin müharibəyə daxil olması dediyimiz kimi artıq qərbdə İngiltərə hücumları nəticəsiz qaldı. Ona görə də hədəfi artıq şərqə, SSR istiqamətində yönəltdi Almaniya. Halbuki 1939-cu ilin avqustunda SSR-ə hücum etməməklə bağlı bir razılaşma olmuşdu tərəflər arasında. Hitlerin məqsədi burada iki cəbhədə müharibədən xilas olmaqdır hər halda. Çünki SSR-in hücum etməyəcəyini təminat altına alır Molotov-Ribbentrop paktı. Ondan sonra qərbə hücum edərək qərbdəki işini bitirir. Yarımçıq da olsa İngiltərəni tuta bilmir. Ondan sonra şərqə, SSR tərəfə yönəlir. Hitler SSR-ilə niyə müharibə aparır? Kommunizmi ləğv etmək birinci məqsəd və eyni zamanda SSR-nin təbii resurslarını, sərvətlərini ələ keçirtmək. Məqsəd budur və SSR-ə hücum planı Barbarossa planı adlanır. Barbarossa planına görə 1941-ci ilin iyununda hücuma keçirilməli idi və 1941-ci ilin dekabrında artıq Moskva tutulmalı idi. Yəni ildırım sürətli hücum. İldırım sürətli hücum bir də var idi, deməli mahiyyətcə Schlieffen planında. Schlieffen planı deməli 1905-ci ildə hazırlanmışdı, amma 1-ci Dünya müharibəsində tətbiq olunmuşdu. 2-ci Dünya müharibəsində isə Barbarossa planı tətbiq olunmuşdu. Bu plana görə hücuma keçərək qısa müddətdə artıq Moskva tutulmalı idi. Barbarossa planının mahiyyəti buydu. İldırım sürətli hücum planı. 1941-ci ilin dekabrında Moskva döyüşü baş verdi. Moskva döyüşünün əhəmiyyəti nədir? Alman qoşunları Sovet ordusunun qoşunlarına məğlub olur və ildırım sürətli müharibə planı iflas edir. Yəni Barbarossa planı iflas edir. 1-ci Dünya müharibəsində isə Marna döyüşü vardı 1914-cü ildə. Orada Schlieffen planı
iflasa uğramışdı. Deməli, Marna döyüşü ilə Moskva döyüşünə oxşar cəhətdə hər ikisində ildırım sürətli hücum planı iflasa uğramışdı və Alman qoşunu məğlub olmuşdu. Necə oldu burada Sovet ordusu qalib gəldi? Qışın gəlməsi, dekabr ayından danışırıq, bir çox hallarda qış ayları Rus ordusunun qələbəsinə təsir edən amillərdən biridir. Məsələn, Napolyon da Rusiyada məğlub olma səbəblərindən biri oydu. Sarqamışda da həmçinin Rusiya qalib gəlmişdi, Osmanlı ordusunu məğlub etmişdi, qış ayları idi. Qışın gəlməsi sərt iqlim arxasınca təchizat çətinliyini gətirir. Çünki sərt iqlim olduğu üçün qarşı tərəfdəki orduya bölmələrinə silah, ərzaq çatdırmaq çətinləşir və buna görə də qarşıda olan bölmələrdə qıtlıq formalaşır. Ərzaq və sursat qıtlığı formalaşır və təbii ki, Sovet ordusunun güclü müqaviməti səbəbilə Moskva döyüşündə Alman ordusu məğlub oldu və ildırım sürətli hücum planı iflasa uğramışdı. Böyük Britaniya və SSR arasında artıq onlar ortaq mövqedən çıxış edirdi. 39-41-ci illərdə SSR hansı ki, müharibədə iştirak etmirdi rəsmi şəkildə və o aralıqda Böyük Britaniya və Fransa düşünürdü ki, SSR və Almaniya müttəfiqdir, amma artıq Hitlerin SSR hücumundan sonra onların müttəfiq olmadığı göründü və onlar arasında Böyük Britaniya, SSR və ABŞ arasında bir yaxınlaşma, müttəfiq münasibətləri formalaşdı. 1941-ci ilin avqustunda onlar İrana hücum etdi. 41-in avqustunda İrana hücum etdi. Niyə İrana hücum etdilər? Çünki Böyük Britaniya və ABŞ-nin SSR-yə yardımı əsasən İran üzərindən olacaqdı və onlar İranın Almanlar tərəfindən tutulmasından narahat idi və ona görə də 41-ci ilin avqustunda İran tutuldu. İranda hakimiyyət dəyişikliyi baş verdi. Rıza Şah devrildi. Rıza Şah Pəhləvilər sülaləsinin ilk nümayəndəsidir. Rıza Şah devrildi. Onun hərbi polis rejimi iflasa uğradı və İran nüfuz dairələrinə bölündü. İranın şimal hissəsi SSR-nin, cənub hissəsi isə İngiltərənin nüfuz dairəsinə bölünmüş oldu. 1941-ci ilin avqustunda Atlantika Xartiyası adlanan bir sənəd imzalanır, eyni dövrdədir. Və bunu imzalayan Winston Churchill, İngiltərənin baş naziri, Franklin Roosevelt, Amerikanın, ABŞ-nin prezidenti olub. Və bu sənəd niyə belə adlanır? Xartiya sözü sənəd deməkdir. Atlantika isə Atlantik okeanında gəmidə imzalandığı üçün bu sənəd belə adlanır. Bu sənədi imzalayan deməli ABŞ və İngiltərə ortaq bir mövqedən çıxış edirlər. Onlar bu sənəddə əks etdirirlər ki, bizim məqsədimiz faşist blokuna qarşı mübarizə aparmaqdır, faşist blokun çökdürməkdir və gələcəkdə sülhün prinsiplərini təmin etməkdir. Və biz hər bir xalqa öz müqəddəratını, yəni taleyini, hər xalq öz taleyini özü təyin edəcəkdir. Bu hüququ verəcək. Yəni bizim hər hansı bir işğal niyyətimiz yoxdur. Biz sadəcə faşist blokunun təcavüzkar siyasətinin qarşısını almaq üçün əlbir hərəkət eləyəcəyik. Belə bir sənəd imzalayırlar və SSR 1941-ci ilin sentyabrında bu xartiyaya qoşulur. O mühacir Polşa və Çexoslovakiya hökumətini tanıyır və bundan sonra Atlantika Xartiyasına qoşulur. Artıq böyük üçlük formalaşır. SSR, ABŞ və İngiltərə üçlü formalaşır. Atlantika Xartiyası əsasında bir bəyannamə imzalanır. 1942-ci ilin yanvarında, əvvəlində bir sənəd imzalanır. Atlantika Xartiyası əsasında bir bəyannamə imzalanır 26 dövlət tərəfindən. Buna Birləşmiş Millətlər Bəyannaməsi deyilir. Bu bəyannamə gələcəkdə yaradılan Birləşmiş Millətlər Təşkilatı, yəni BMT-nin iş yaradılmasında ilk addım hesab olunur. 1942-ci ildə BMT yaradılmayıb. Sadəcə BMT-nin yaradılmasında ilk addım məhz bu bəyannamə hesab olunur. Bu bəyannamədə də əks olunmuşdur ki, faşist blokuna qarşı bu dövlətlər əməkdaşlıq edəcəkdir. Yəni elə Atlantika Xartiyasında əks olunan məsələ orada da əks olunmuşdur. Bəs ABŞ-nin dünya müharibəsindəki mövqeyi nə idi? Franklin Roosevelt 1935-ci ildə birtərəfli haqqında qanun qəbul etmişdi onun prezidentliyi dövründə və bu qanunda əks olunmuşdu ki, biz nə təcavüzkara, nə də onun deməli qurbanlarına heç bir yardım etməyəcəyik. Artıq 1-ci Dünya müharibəsinin əvvəlində Amerika yenə də
bir tərəfdir, yəni müdaxilə etmir. Sadəcə 1941-ci il martında Lend-Liz haqqında qanun qəbul etmişdi. Müharibəyə rəsmi daxil olmasa da öz müttəfiq hesab etdiyi dövlətlərə, özünə müttəfiq hesab etdiyi dövlətlərə yardım edirdi. Silah-sursat yardım edirdi. Bu qanun Lend-Liz borc və kirayə deməkdir adlanır. Bu qanun SSR-ə də şamil olmuşdu. Çünki bayaq dediyim kimi artıq Almaniya SSR-ə hücuma keçdikdən sonra bir növ üçlük formalaşdı. Bunlar SSR, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya olmuşdu. Amerika Birləşmiş Ştatları müharibəyə 1941-ci ilin dekabrında giriblər. Yəni daxil olmamışdan öncə Lend-Liz qanunu ilə öz müttəfiqlərinə yardımlar edirdi. Yaponiya SSR müqaviləsi imzalanıb 1941-ci ilin aprelində bu müqavilə imzalanıb. Bu müqavilə nəyə imzalanır? Deməli, Yaponiya Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın özünə rəqib görürdü. Çünki Yaponiyada qısaslıq hissi formalaşmışdı Vaşinqton konfransından sonra xüsusən və Yaponiya ehtiyat edirdi ki, ona SSR tərəfdən hücum ola bilər. Ona görə də bunun olmaması üçün və digər cəbhələrdə müharibəni daha rahat formada aparmaq üçün, Amerika və İngiltərə ilə mübarizə aparmaq üçün SSR ilə 1941-ci ilin aprelində belə bir müqavilə imzalandı və tərəflər bir-birinə hücum etməmək haqqında razılığa gəldilər. Mahiyyətcə Molotov-Ribbentrop paktına bənzəyir. Orada da eyni Almaniya və SSR bir-birinə hücum etməməklə bağlı təminat vermişdi. Həmin o Molotov-Ribbentrop paktına Hitler əməl etmir. 41-ci ildə SSR hücum edir. Bu müqaviləyə isə Stalin əməl etmir. 45-ci ilin avqustunda SSR Yaponiya müharibə elan edir. Bunu niyə edir? Onu qarşıda deyəcəyik. Bundan sonra 1941-ci ilin deməli dekabrında Yaponiya Pearl Harbor, ABŞ-nin Pearl Harbor hərbi bazasını bombalayır. Və bu bombalanma nəyə səbəb olur? Amerikanın müharibəyə qoşulmasına səbəb olur. Yəni Amerikanın müharibəyə girmə səbəbi Yaponların Pearl Harbor hərbi bazasını bombardman etməsidir. O dövrdə, bu bombardman olan dövrdə digər tərəfdə Moskva döyüş gedirdi. 41 dekabrında orada Barbarossa planı iflasa uğramışdı. Eyni 1-ci Dünya müharibəsində olduğu kimi Amerikaya müharibəyə sonradan daxil oldu. 1-ci Dünya müharibəsində 1917-ci ildə daxil olmuşdu. Burada isə 1941-ci ilin dekabrında daxil oldu və Amerikanın müharibəyə girməsi siyasi dönüş nöqtəsi oldu. Çünki üstünlük tədricən əl dəyişəcək. Hərbi əməliyyatlar Sakit Okean və Şərqi və Sakit Okeana yayılmış oldu. Müharibədə əsaslı dönüş. Əsaslı dönüş nə deməkdir? Deməli, əvvəl Hitler koalisiyasının üstünlüyü var idi. Yəni koalisiyası. Yəni deməli Hitler və müttəfiqləri üstün idi. Amma əsas dönüş bu nəticəsində üstünlük anti-Hitler koalisiyasının əlinə keçir. Yəni tədricən üstünlük Hitlerə qarşı olan blokun, yəni deməli Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və SSR blokunun əlinə keçir. Buna deyilir əsaslı dönüş. Əsaslı dönüşü isə birdən-birə olmayıb, tədricən olub və 42-ci ildən başlayır, 43-cü ildə əsas dönüş başa çatır. Bundan əvvəl 1942 əsas dönüş ümumiyyətlə başlamamışdan öncə 1942-ci ildə Stalin Avropada ikinci cəbhənin açılmasını tələb edirdi müttəfiqlərindən. Çünki Almaniya bütün resurslarını, gücünü, ordusunu şərqə, SSR tərəfə yönləndirmişdi və SSR böyük bir təzyiq altındaydı. 1942-ci ildə Amerika və İngiltərə deməli, ikinci cəbhəni açmaq üçün hələ tez olduğunu bildirirlər və ikinci cəbhəni açmırlar 42-ci ildə. Nəticədə Almanlar SSR-ə qarşı hücumu genişləndirirlər. Çünki Almanlar bir cəbhədə, şərqdə vuruşurdu. Stalin isə israrla qərbdən də qərb cəbhəsinin açılmasını tələb edirdi. Çünki ikinci cəbhənin açılması Almaniya ordusunun, resurslarının, texnikasının da ikiyə bölünməsi demək idi. Bu SSR üzərindəki təzyiqi azaldacaqdı və SSR də israrla Stalin bunu tələb edirdi. Əsası dönüşün indi ikinci cəbhənin açılması məsələsi 43-də konfrans keçiriləcək, 44-də də açılacaq, ona qarşıda baxacağıq. Əsası dönüşün bayaq dediyim kimi birdən-bir olmadı, tədricən oldu. Əsası dönüşün ilk addımları hansı hadisələrdir? Deməli 1942-ci ildə Midway döyüşü olub. 1942-ci ildə Midway döyüşündə Yapon qüvvələri məğlub oldu. Yapon qüvvələri məğlub olması da əsas dönüş hesab olunur. Çünki Yaponiya Almaniya müttəfiqidir, Hitler koalisiyasına daxil olan dövlət idi və Yapon ordusunun Midway döyüşündə məğlub olması əsası dönüşün ilk addımları hesab olunur.
Əsası döyüşün ilk addımları ayrı döyüşdü, başlanması ayrı döyüş, başa çatması ayrı döyüşdü. İlk addımları Midway döyüşüdür. Elə həmin ildə 1942-ci ildə Misirdə, deməli Afrikada Əl-Ameyn döyüşü olur. Burada da Alman-İtalyan qoşunu, yəni Hitler koalisiyasının qüvvələri bu döyüşdə də məğlub olmuşdu. Əsası döyüşün başlandığı döyüş Stalingrad döyüşüdür. Stalingrad döyüşü aylarla davam edən döyüşdür. 42-ci ilin sonu başlayıb, 43-cü ilin əvvəli bitib və bu döyüş nəticəsində Sovet ordusu Almanları məğlub edib. Bununla əsaslı döyüş başlandı. Kursk döyüşü 1943-cü ilin yayında olub və burada da Sovet ordusu eyni şəkildə Alman ordusu məğlub edir və əsaslı döyüş bununla da başa çatdı. 1943-cü ildə başlandı və başa çatdı. Deməli 3 döyüş: Midway, Stalingrad, Kursk döyüşü. Midwaydə əsas döyüşün ilk addımları atıb Yaponlar məğlub edilib. Stalingradda və Kurskda hər ikisində Almanlar məğlub olub Sovet ordusuna. Stalingradda əsas döyüş başlayıb, Kursk döyüşündə isə əsas döyüş başa çatıb. Yəni üstünlük tam olaraq anti-Hitler koalisiyasının, yəni Hitlerə qarşı olan blokun əlinə keçdi. İtaliyanın Almaniya müharibə elan etməsi qəribə səslənir, çünki İtaliya Almaniyanın müttəfiqi idi. İtaliyanın Almaniya müttəfiqidirsə və Almaniya müharibə elan edirsə, demək ki, orada nəsə baş verir. Bu da nədir? 1943-cü ildə İngiltərə və Amerika ordusu Siciliyaya daxil olur. Onların Siciliyaya daxil olması nəticəsində Mussolini rejimi devrildi. Mussolini Hitlerin ən yaxın müttəfiqlərinə İtalyan diktatoru idi və orada faşist rejimi süqut etdi. İtaliya təslim oldu. İtaliyada yeni hökumət quruldu və yeni hökumət Almaniya müharibə elan etdi. Deməli, Almaniya müharibə elan edilməsi 43-cü ildə İtaliya tərəfindən, amma bunu edən Mussolini deyil, Hitlerin müttəfiqi deyil. 43-cü ildə o müttəfiqlər tərəfindən devrildi. Nəticədə orada yeni bir hökumət quruldu müttəfiqlər tərəfindən və həmin yeni hökumət Almaniyaya müharibə elan etdi. Birinci Dünya müharibəsində də İtaliya belə bir dəyişiklik etmişdi. Çünki xatırlayırıqsa 1915-ci ildə o Antanta tərəfə keçmişdi. Üçlər İttifaqından çıxıb Antanta tərəfə keçmişdi. İkinci Dünya müharibəsində də həmçinin İtaliya Almaniyaya qarşı tərəfini dəyişdi. Fərq oradadır ki, Birinci Dünya müharibəsində bunu ərazilər müqabilində eləmişdi İtaliya, Antanta tərəfindən vəd edilən. Burada isə müttəfiqlər oradakı rejimi dəyişərək buna nail olmuşdular. İkinci cəbhənin açılması qərarı. Deməli, ikinci cəbhənin açılmasını dediyimiz kimi 1942-ci ildə Stalin israrla istəsələr də onun bu istəyini geri çevirmişdilər ki, hələ vaxtı deyil. Və 1943-cü ildə İranda, Tehranda Tehran konfransı keçirildi. Tehran konfransının müzakirə mövzusu nə olub? İkinci cəbhəni açaq, yoxsa açmayaq? Müzakirə mövzusu budur. Böyük üçlük Amerika Birləşmiş Ştatları, SSR və İngiltərə. Böyük üçlüyün iştirakı ilə keçirilib bu konfrans və qərar, ikinci cəbhə açılsın qərarı oldu. Qərar 43-cü ildə verilib, amma ikinci cəbhənin açılması 1944-cü il mayıdır. Yəni 43-cü ildə qərar verildi, 44-cü ildə Avropada ikinci cəbhə açıldı və Fransanın şimalına, Normandiya tərəfdən müttəfiqlər hücuma keçdi Almaniyaya qarşı. Çünki Fransanın şimalda əvvəldə qeyd etdiyim kimi Almanların əlində idi, Alman işğal altında idi. Və bununla da ikinci cəbhə açıldı. İkinci cəbhə açılması əlbəttə müttəfiqlərin böyük üstünlüyü və Almaniya bir o qədər də zəifləməsi oldu. Çünki Alman ordusunun şərqdə hücum imkanları zəiflədi və SSR də əks hücuma, Sovet ordusu əks hücuma keçməsinə şərait yarandı. Nəticədə Sovet ordusu ərazisini tamamilə azad etdi və müttəfiqlər Almaniya ərazisinə daxil olub Berlin əməliyyatını başlatdılar. 1945-ci ildə iki mühüm konfrans var müharibə ilə bağlı. Bunlardan biri Krım və ya Yalta konfransıdır, digəri isə Potsdam konfransıdır. Bunlardan biri Almaniya təslim olmamışdan öncə keçirilib 45-ci ilin əvvəlində, birisi Almaniya təslim olmasından sonra 45-ci ilin yayında keçirilib. Yalta və ya Krım. Krım konfransı yarımadaya görə, Yalta isə şəhərə görə adlanır. Hər ikisi doğrudur. Yenə də SSR, ABŞ və İngiltərə böyük üçlüyün iştirakı ilə keçirilib bu konfrans. Burada müzakirə olunan məsələlər müttəfiqlərin hücum əməliyyatlarına əlaqələndirilməsi, yəni Almaniya təslim olana qədər birgə fəaliyyət, bunu qərar alıblar. SSR ilə məxfi saziş imzalandı. Bu məxfi sazişə görə SSR-yə bəzi ərazilər vəd verilir. Cənubi Saxalin, Kuril adaları, hansı ki Rus-Yapon müharibəsi 1945-ci illərdə itirmişdi. Həmin əraziləri vəd verirlər
Rusiya itirmişdi orada, Çar Rusiyası. Bu dövrdə isə SSR-yə vəd verilir həmin ərazini və bu ərazilər müqabilində SSR-dən bir şey istəyirlər. Bu da SSR-nin Yaponiya müharibə elan etməsidir ki, SSR də bunu qəbul edir. 1945-ci ildə müharibə elan edir. 41-ci ildə halbuki Yaponiya ilə bir-birinə hücum etməməklə bağlı razılaşma əldə etmişdilər. Almaniya təslim olmasından sonra ona qarşı siyasəti burada müəyyənləşdirirlər. Burada diqqətli olmaq lazımdır. Almaniya ilə təslim olmayıb. Almaniya 45-in mayında təslim olub. Sadəcə burada müzakirə olunur ki, Almaniya təslim olandan sonra ona qarşı necə davranacağıq? Onlardan biri buydu, Almaniyanı 4 işğal zonasına bölünəcək. Yəni bu qərar verilir. Bir də var 4 işğal zonasına bölündü, ayrı konfransdır. Burada sadəcə qərar alınır ki, 4 işğal zonasına bölünəcək. Sual ortaya çıxır ki, böyük üçlük bəllidir. Bəs 4-cü dövlət hansıdır? Fransa. Orada qərar alınır ki, Fransa uzun müddət işğal altında olsa da 40-44 aralığı ona da işğal zonası verilsin. Yəni SSR, ABŞ, İngiltərə və Fransa. Almaniya 4 işğal zonasına bölünəcək. Bu qərar alınır. SSR-nin yeni qərb sərhədləri tanınır. Çünki SSR qərb sərhədlərini genişləndirmişdi və o müttəfiqlər tərəfindən tanınır. Azad edilmiş Avropa haqqında bəyannamə imzalanır bu konfransda və BMT-nin iş qaydaları müəyyənləşir. BMT-nin yaradılması haqqında ilk addım 1942-ci ildə imzalanmış Birləşmiş Millətlər bəyannaməsidir. Bu ilk addım idi. 1945-ci ildə isə Krım konfransında BMT-nin iş qaydaları müəyyənləşdirilir. Həmin təşkilat elə 1945-ci ildə də yaradılır. Sadəcə Krımda onun iş qaydaları müəyyənləşir. 1945-ci il mayında Berlin əməliyyatı nəticəsində artıq müttəfiqlər Berlinə daxil olur. Almaniya deməli mayın 8-də artıq Alman ordusu təslim olur və bundan sonra Potsdam konfransı keçirilir. Potsdam konfransı keçirilməsi nəticəsində SSR, ABŞ və İngiltərə arasında böyük üçlüyün yenə də burada iştirakı ilə keçirilir və burada verilən qərarlar sırf Almaniya ilə bağlı olan qərarlardır. Almaniya ilə bağlı qərarlar hansılardır? Faşist rəhbərləri beynəlxalq hərbi tribunala verilir. Onlar cinayətkar kimi. Almaniya 4 işğal zonasına bölünür. SSR, ABŞ, İngiltərə və Fransa. Almaniyanın dövlət sərhədləri müəyyən olunur və Almaniya təzminat ödəməlidir. Yəni Potsdamda həll olunan məsələlər, görüşülən məsələlər sırf Almaniya ilə bağlı məsələlərdir. Bununla da Avropada müharibə başa çatır. Yəni Almaniyanın təslim olması ilə Avropada müharibə başa çatır. Ondan sonra isə artıq deməli tərəflər Yaponiyaya yönəlirlər. Çünki 2-ci Dünya müharibəsi başa çatır deyə bilmərik. Çünki Yaponiya hələ müharibədən çıxmayıb. Almaniyanın təslim olması ilə Avropada müharibə başa çatıb. Yaponiyanın təslim olması ilə 1-ci Dünya müharibəsi, 2-ci Dünya müharibəsi tam başa çatıb. Müharibə başa çatdı 1945-ci il sentyabr ayında və avqust ayında Yaponiyanın 45-ci ilin 6 və 9 avqustunda iki şəhərinə, Nagasaki və Hiroşima şəhərlərinə atom bombası atdı. Amerika Birləşmiş Ştatları Yaponiya şəhərlərinə atom bombasını elə müharibə girişində tapmışlar, deməli alimlər Amerikada və 45-ci ilin 6-9 avqustunda onu Yaponiyanın Nagasaki və Hiroşima şəhərlərinə ataraq xeyli dağıntı və insan tələfatına məruz qoydular Yaponiyanı və 8 avqustda, yəni bu iki atom bombasının atıldığı periodun ortasında 8 avqustda Yaponiya SSR-i müharibə elan elədi. Çünki Krım konfransında ərazilər müqabilində bu tələbi qəbul etmişdi və Yaponiya müharibə elan etdi. 1945-ci ilin sentyabrın 2-sində isə 2-ci Dünya müharibəsi Yaponiyanın təslim olması ilə başa çatdı. 2-ci Dünya müharibəsinin başlıqlarından biri beyin müharibəsidir. Beyin müharibəsi adından göründüyü kimi elm adamlarının bir yerə yığılması, səfərbər olunması və onların müharibədə dövlətləri gücləndirəcək elmi ixtiralar tapılması hədəf qoyulur. Amerika Birləşmiş Ştatları və İngiltərədə elmi tədqiqatlar nəticəsində bir sıra yeniliklər əldə olundu. Məsələn, İngiltərədə radarlar deməli tapıldı və bunun nəticəsində o bayaq qeyd etdiyim kimi Almaniyanın havadan hücumlarının qarşısı alınmışdı. Amerikada isə yeni tank vuran raketlər, kompüterlərin istifadəsi və atom bombası 44-cü ildə elm adamların uğurlarından olmuşdu. SSR-nin sürgün siyasəti isə nədən ibarətdir? SSR-i bir çox xalqları faşistlərlə əməkdaşlıqda ittiham edərək
onları sürgün etmişdi. Buna SSR-nin sürgün siyasəti deyilir. Qaraçay türkləri, Çeçen inquşlar, Balkar türkləri, Kalmıklar, Tatarlılar, Axısqa türkləri bu sürgün və deportasiyaya məruz qalmışdı. Xatırlayırsınızsa, Azərbaycan tarixində də Stalinin belə bir məxfi planı vardı. Azərbaycanlıların zorla Mərkəzi Asiya və Qazaxstana deportasiya olunması, onlar da faşistlərlə əməkdaşlıqda ittiham olunurdu, amma Mir Cəfər Bağırov Stalini bu fikrindən daşındıra bilmişdi. Belə bir sürgün siyasəti Amerikanda, Rooseveltin də siyasəti olub. Bu SSR və Amerikanın müharibə dövrü üçün oxşar cəhətidir. Amerikada da Yaponlar buna məruz qalmışdı. Sürgün siyasətinə, eyni SSR-nin yürütdüyü siyasət kimi Amerika Birləşmiş Ştatlarında da belə bir siyasət yürüdülmüşdü. Beləliklə 1945-ci ilin sentyabrın 2-də böyük sayda insan tələfatla nəticələnən 2-ci Dünya müharibəsi başa çatdı və bu müharibədə Hitler koalisiyası məğlub oldu, anti-Hitler koalisiyası isə qalib gəldi.